Ram layihəsinin 2000-dən çox könüllü üzvü var. Bu fikir ARB 24-də Səni Axtarıram proqramının müəllifi və aparıcısı Xoşqədəm Hidayət qızı verilişin 15 illik yubileyində bildirib. Onun sözlərinə görə üzvə xaricdə yaşayan vətəndaşlar da daxildir. Layihənin müəllifi və aparıcısı həmçinin vurğuladı ki, ilklərə imza atmaqlarının səbəbi qazanılan tamaşaçı sevgisi və güclü heyətdir. İnsan öz taleyinə, öz dərdlərinə dözə bilmir. Bir də var ki, başqalarının dərdləri ilə taleləri, onların həyat hekayələri, onların içində olasan, onların qazanında qaynayasan. Bu çox çətindir. Amma bizim əməkdaşlarımız, komandamız dözdü. Açığı mən heç vaxt inanmırdım ki, 15 ilə gəlib çatarım. Amma indi bir tərəfdən qürur hissi keçirirəm, digər tərəfdən keçdiyimiz o 15 ildəki çətinliklər, o kədərli anlar, uğursuzluqlar, bunların hamısını xatırlayıb biraz da kədərləndim. Doğmalarını itirən insanların axtarışı ilə məşğul olan Səni Axtarıram tok-şousu Azərbaycan teleməkanının ən çox izlənən verilişləri sırasında yer alır. İndiyədək proqram sayəsində yüzlərlə itkin barədə məlumatlar dəqiqləşib, doğmalarını itirən onlarla insan tapılaraq yaxınlarına qovuşub. Səni Axtarıram layihəsi 2015-ci ildən sonra təkcə itkinlərin tapılmasında deyil, sosial ədalətin bərpasında da mühüm rol oynayır. Məhz bu məqsədlə layihə öz fəaliyyətində Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq edir. Səni Axtarıram Azərbaycan Respublikasının əhalisinin həyatında möhtəşəm yer tutduğu kimi bizim Sosial Xidmətlər Agentliyi və həssas ailə qruplarında olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinin də həyatında işıqlandırılmasında böyük yer tutmuşdur. Həqiqətən böyük işlər gedir, yüzlərlə insanların talihi orada gördüyümüz kimi öz həllini tapıb. Eyni zamanda bizim fəaliyyətimiz istiqamətində də hər zaman dəstəklərini əsirgəməyib. Sosial Xidmətlər Agentliyi fəaliyyəti daima Səni Axtarıram veriliş tərəfindən işıqlandırılır. 15 illik münasibəti ilə başda Xoşqədəm xanım olmaqla komandalarına hər birini təbrik edirəm. 15 illik tarixin arxasında yüzlərlə insanın həyat hekayələri dayanır. Proqramın rəğbət qazanmağına digər bir səbəb də həmin həyat hekayələrinin həqiqiliyi olub. Layihənin kökündə əlbəttə ki, insanlara yardım, sosiallaşma, bu yardımlarla eyni zamanda bir şəkildə həm də dövlətə yardım dayanır. Hər birimiz Azərbaycan vətəndaşıyıq və hər birimiz deyək ki, ətrafımızda baş verənlərə əgər laqeyd qalmazsaq və ona yardım əlimizi uzatmağa çalışsaq, yəqin ki, cəmiyyətimiz də daha da saflaşar və daha sürətlə inkişaf edə bilərik. Hesab edirəm ki, bu tipli layihələr Azərbaycanda daha da çoxalmalıdır. Amma bugün təəssüf ki, bu tipli layihələr azdır və Azərbaycan tamaşaçısının bu tipli layihələrə böyük ehtiyacı var və biz hər tərəfli bunun uğrunda inkişaf mexanizmini axtarmalıyıq və bugün 15 il bizdə bazarda, yəni televiziya bazarında belə layihənin olması bizim üçün yenə də böyük bir nəticədir. Qeyd eləyək ki, Səni Axtarıram layihəsi ölkənin ilk və tək axtarış proqramıdır.